Salam. Yeni həftədə hər birinizi xoş gördük. Lənkəran rayon, Yuxarı Nədikən, Mayıs Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı yenidən əfirdədir. Sizinlə mən 8B sinif şagirdi Mahmudova Nuray. Mövzumuz ümumdünya yaradıcılıq və innovasiya gününün yaranma tarixinə həsr olunur. 20 aprel tarixində qeyd olunan ümumdünya yaradıcılıq və innovasiya günü insan fəaliyyətinin müxtəlif sferalarında yaradıcılığın və innovasiyaların rolu nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilir. Bugün hazırda innovasiyaların geniş tətbiq olunduğu ölkəmiz üçün əlamətdar hesab edilir. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır. Yüksək texnologiyalar və sənaye parkları yaradılıb. Bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilir. İnnovasiya subyektlərinin maliyyə çıxışlarını təmin etmək üçün fondlar fəaliyyət göstərir və innovativ layihələr, qrantlar, güzəştli kreditlər verilir. İnnovativ sahibkarlıq sürətlə inkişaf edir. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli müvafiq fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması ölkə başçısının bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, startapları təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitallı sərmayə, o cümlədən venture maliyyələşməsi vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir. Eyni zamanda ölkə başçısının Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında 10 yanvar 2019-cu il sərəncamı ilə qarşıya mühüm vəzifələr qoyulur. Azərbaycan Respublikasının innovasiya strategiyasının hazırlanması, koordinasiya subyektlərini idarə etmə orqanlarında innovasiyalar üzrə mütəxəssis olması, koordinasiya subyektlərinin illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi, işçilərin innovasiya təşəbbüskarlığını və rəqəmli texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi kimi mühüm tapşırıqlar verilir. İnnovasiya yönümlü tədbirlər sırasında Baktel sərgisini də etmək olur. Baktel 2019 25-ci yubiley sərgisində 23 ölkədən 240-a yaxın şirkət iştirak edir. ABŞ, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İsrail, Türkiyə, Rusiya, Belarus, Sloveniya, Xortavia və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəkliyi ilə İT şirkətinin ibarət milli qruplar sərgiyə qatılıb. 2019-cu ildə xüsusi maraqla qarşılanan sərgiyə qatılan 25 minə yaxın ziyarətçinin 6 min nəfəri uşaq olub. InnoFest İnnovasiya Festivalı Azərbaycan Respublikasında startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması, ənənələrinin formalaşdırılması məqsədilə təşkil edilir. Azərbaycanda ilk dəfə olaraq 29 may, 4 iyun 2019-cu il tarixlərində keçirilmiş InnoFest çərçivəsində təşkil edilmiş beynəlxalq Live-Test forumuna, Monex Summit'ə, Gənclər İnternet İdarəçilik forumuna, Made in Azərbaycan İnformasiyalar və Texnologiyalar forumuna və 3-cü robot olimpiyadasına ümumilikdə 1500 nəfərdən artıq iştirakçı qatılıb. Onlardan 158 nəfərini xarici qonaq təşkil edib. InnoFest Village-də iştirak edən 1800-dən artıq ziyarətçidən 300-dən çoxu əcnəbi olub. 2019-cu ildə keçirilmiş 2-ci beynəlxalq InnoWeek çərçivəsində İdeyadan biznesə layihəsinin respublika finalı və Moday sərgisi 2-ci Bakı Elektron Ticarət Forumunu innovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyərli masa baş tutub. İnnovasiya həftəsində 2800-dən artıq iştirakçı qatılıb. Onlardan 220 nəfərdən çoxunu əcnəbilər təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi inkişaf edir.
Təsadüfi deyil ki, dünyada iqtisadi forumun qlobal rəqabətlilik hesabı 2019-da Azərbaycanda innovasiya yönümlü kompaniyaların artımı göstəricisine görə 141 ölkə arasında 21-ci yer tutub. İnnovasiya yönümlü kompaniyaların sayının artması ölkə iqtisadiyyatının innovativ inkişaf əhəmiyyətli rolu oynayır. Hörmətli radio dinləyicilərimiz, efimizin bugünkü sayının sonuna gəldik. Növbəti efirlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.